hörmətli sədr, Abid bəyin dediyi maddə, yəni nizamnamənin 11.2-ci maddəsi yeni redaksiyada verilsin, yəni belə səsə qoyağın. Nizamnaməyə əlavə və dəyişikliklər haqqında qərar, orada biz yazmışıq həmin iclasda iştirak edən, onun əvəzinə yazırıq səs vermədə iştirak edən. Səs vermədə bilirsiniz də, yalnız lehinə və əleyhinədir, bir tərəf qalma yoxdur. O mənada səs vermədə bütün hamı iştirak etməlidir və əslində bərabər olur iclasda iştirak edən. Olur da fasilə zamanı kimsə zalı da tərk edə bilər. O bizim parlament üzvləri Avropa Şurasında əsas səs vermələrdə aradan çıxdıqları kimi. Ona görə də səs vermədə iştirak edən o cümləni oraya əlavə edirik və səsə qoyalım. Həmin iclasda iştirak sözü səs vermədə iştirakının əvəz edilsin. Səsə qoyur. Çox sağ olun. Abid bəy artıq əlavə elədi. Beləyə də səsə qoyuruq. Kim nizamnamənin 11.2 ikinci maddəsi yeni redaksiyada verilsin bəndi ilə razıdırsa, elə deyək də, nizamnaməyə əlavə və dəyişikliklər haqqında qərar həmin iclasda iştirak səs verən. Səs vermədə iştirak edən. Həmin iclasda səs vermədə iştirak edən. Abid bəy səsləndirin, mən də yaxşı görünmür. Hörmətli sədr, əslində mən burada hər iki variantı yazmışam. Birinci variant orijinalda ki, necə təklif olunurdu. Yəni, ilk yuxarıda gördüyünüz, mən səsləndirmək istəyirəm. Nizamnaməyə əlavə və dəyişikliklər haqqında qərar həmin iclasda iştirak edən millət vəkillərinin 3-2 hissəsinin səsi ilə qəbul edilir. Bir də yeni Ataxan bəyin verdiyi təklifə əsasən nizamnaməyə əlavə və dəyişikliklər haqqında qərar həmin iclasda səs vermədə iştirak edən millət vəkillərinin 3-2 hissəsinin səsi ilə qəbul edilir. Yəni, hər iki variantı yazmışam. Hörmətli sədr, istəsəz bu variantları ayrı-ayrı səsə qoyub hansını istəyirik, onu seçək. İkincini qoyaq qutaraq bilməm. Necə? Birini qoysak, bəli, birini səsə qoyaq. İkinci variantı səs vermədə iştirak edən, bəli. Birinci variantı sizlərdə çaşqınlıq yaranmasın, xahiş edirəm. İkinci variantı səsi qoyuruq. Nizamnamə əlavə və dəyişikliklər haqqında iclasda səs vermədə iştirak edən millət vəkillərinin 3-2 hissəsinin səsi ilə qəbul edilir. Bəli. Redaksiyasının lehinə səs verənlər, xahiş edirəm, əl qaldıraraq səs versinlər. Son 5 saniyə. Səksən nəfərdən 63 nəfər verib səsi. Bu 15 nəfər yoxdur. 17 nəfər. Əleyhinə səs verə bilərlər də Qurban bəy. Yox, ən azı 66 nəfər səs verməlidir. Yox, elə şey yoxdur. Elə şey yoxdur, yox. Üstəkinin artıq keçibdir. O keçmişdəydi. Məsələn, Nəsrəddin Kərəmov səs verə bilmir, mən görürəm, Nəsrəddin bəy. Mən səs vermişəm, əlimi qaldırmışam. Qaldırmamışsınız, Nəsrəddin. Bulaxa əlimi qaldırmışam, bax. Qaldırıb mən görürəm. Tamam. Kimlərsə səsin qaldırmışam. Nəzərə almaq lazımdır ki, biz indi səs verməni hələ ki köhnə nizamnamə ilə həyata keçirirdi. Yəni, gərək 66 nəfər səs versin, amma hələ ki... Niyə 66, Xatir xanım? Niyə 66? Səs vermədə iştirak edir, cəmi 80 nəfər. 80 nəfərin üstə ikisi biz keçmişik. 65 oldu, bir nəfər də səs versə 66 qəbul olacaq. Bir nəfər, xahiş edirəm, aktiv olun. 66 qəbul.
Oldu 66. 66'dan o səs verdi, bəli. Əleyhinə səs verməyə qoymağa ehtiyac var. Qəbul olundusa. Əleyhinə səs Var, verməyə var. qoymağa Əleyhinə var da, o da olmalıdır. Var, bilinməlidir ki, nə qədər adam səs verib də ümumi. Xatır xanım, üzr istəyirəm, mən səs verdim, göründü mü? bilmirəm Kəmal xanım. Yəqin ki göründü. Onları sonra incələyəcək Kəmal xanım. Bəli. Oldu, üzr Keçirik. istəyirəm. Nizamnaməyə əlavə və dəyişikliklər haqqında qərar həmin iclasda səsvermədə iştirak edən millət vəkillərinin 3/2 hissəsinin səsi ilə qəbul edilir. Bu redaksiyanın əleyhinə olanlar səsvermədə iştirak etsinlər. Süleyman Məmməd Hüseynovdan başqa heç kəs. Bir nəfər. Bir nəfər. Təşəkkürlər. Bir nəfər əleyhinə səs verdi. Beləliklə dəyişiklik qəbul edildi. Bəli. Və onda bu dəyişikliklə biz təkrarən birinci maddəni səsə qoymağa ehtiyac var, yoxsa qəbul edilmiş kimi? Qoyağın, əlbəttə, bəli, qoyağın. Var, ehtiyac. Bəli, birinci əlavəni bir daha səsləndirirəm. Nizamnamənin 4.4.1-ci maddəsinə aşağıdakı cümlə əlavə edilsin. Seçki komissiyasında yaranan vakant yerlərə namizədlər Azərbaycan Xalq Parlamentinin sessiyasında irəli sürülür və sessiyada iştirak edən millət vəkillərinin yarıdan çoxunun lehinə səs verməsi ilə seçilir. Əlavəsinin lehinə səs vermək istəyənlər buyursunlar. Bayaq dedik axı, əleyhinəni siz soruşun, qalandan lehinə yazın. Ataxan bəni bir təklif oldu, mən üzr istəyirəm. Artıq bundan sonra belə hesaplamaq lazımdır ki, 79 nəfər iştirak edir, əleyhinə sayıldı, qalanına lehinə səs verir. Çünki bəzi adamlar ya texniki problemi yaşayır, ya boykot edir, nizamlarını pozurlar. Buna imkan vermək olmaz. Tamamilə doğru. Onda mən təklif edirəm əlləri aşağı salaq, çünki aydın deyil, səs vermə necə gedir, qarşılıq əmələ gəldi. Xahiş edirəm, əlləri bir daha aşağı salardınız. Xahiş edirəm, əlləri aşağı salardınız. Murtuzəli bəy, mikrofonu zətlə baxısa bağlayardınız. Çünki küy düşür. Təşəkkür. Mən görmə qabiliyyətində problem olan millət vəkillərindən xahiş edirəm ki, iclaslarda iştirak edən zaman eynəkdən istifadə etsinlər ki, telefonda düymələrin yerini səhv salmasınlar. Görürsən, səs vermə əvəzinə mikrofonu vururlar, mikrofon əvəzinə kameranı. Bu baxımdan eynədən istifadə etmək mütləqdir. Beləliklə, yenidən səs vermə keçiririk. Birinci dəyişikliyin bir daha səsləndirməyə ehtiyac yəqin ki var. Nizamnamənin 4.4.1-ci maddəsinə aşağıdakı cümlə əlavə edilsin. Seçki komissiyasında yaranan vakant yerlərə namizədlər Azərbaycan Xalq Parlamentinin sessiyasında irəli sürülür və sessiyada iştirak edən millət vəkillərinin yarıdan çoxunun lehinə səs verməsi ilə seçilir. Təklifinin əleyhinə səs verənlər seçkidə iştirak etsinlər. Səs vermədə iştirak etsinlər. Əleyhinə. Üç nəfər. 4 nəfər. 3 nəfər. Əleyhinə səs vermə gedir. Bir nəfər. Beləliklə, Xatırə hanım, bir dənə replik olar. Eldar Hamidov. Say komissiyası. Baxıram, burada görünür, əl kim qaldırır, kim qaldırmır. Bəzi adamlar istəyir əl qaldırsın, özü də hiss eləmir. Məsəl üçün, Qələndər bəy, siz nə əleyhinə, nə də lehinə səs verirsiniz. İstəyirsiniz, mən görürəm, orada uğraşırsınız, amma eləyə bilmirsiniz. Buna öyrənmək lazımdır.
Bu da kodla olan şey deyil ki, heç olmasa bunu bacarmayaq. Bunu eləmək lazımdır, qardaşım. Bir siz deyirsiniz, bir iki nəfər var burada. Çünki burada görünür, hər kəs görünür ki, kimdə əl var, kimdə yoxdur. Heç olmasa bilməyənlər öyrədən Ben lehine iddialar var, onu öğrenemezdim. Şimdi lehine olanda eləyəcəm. Tamam. Tamam. Lehinə oldu axı, eləmədiniz yenə. Çox sağ olun. Yox, bundan sonra Eldar bəy, biz qaydaları dəyişdik. Əleyhinə səs verməklə keçirəcəyik səs vermələri. Ancaq əleyhinə. Çünki biz çox bəndlərə müzakirə etməliyik, hər dəfə vaxt itirməyə. Aleyhine dedikdən mən də eləmədim. Aleyhine saxladılar. Tamam. Çox sağ olun. Çox sağ olun. Keçirik. Beləliklə birinci bənd də qəbul edildi. Keçirik növbəti bəndə. Xahiş edirəm, əvvəl təqdim edəriz. Beləliklə, Nizamnamənin 5.2-ci maddəsinə aşağıdakı cümlə əlavə edilsin. Azərbaycan Xalq Parlamentinə növbəti çağırış üzrə seçkilər millət vəkillərinin səlahiyyət müddətinin bitməsinə ən azı 2 ay qalmış Azərbaycan Xalq Parlamentinin qərarı ilə elan edilir. Bu əlavə ilə bağlı kimin təklifi, fikri varsa buyursun. Təklifi. Namizəd bəy, buyurun. Çox sağ olun. Hörmətli sədr, hörmətli millət vəkilləri. Nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü nizamnaməyə bugünkü əlavələr, dəyişikliklər edilməsi ilk növbədə bu bəndlə bağlıdır. Meydana çıxmasının belə bir fikir ayrılığının. Yəni bu bənddən görünür ki, bu bəndin də deyim ki, əgər səhv olarsa Teymur bəy düzəldər, bu bəndin müəllifi Teymur bəydir. Hətta deyim ki, belə bir dəyişikliyin şəxsən mən xatırlamıram ki, bugünkü dəyişikliklər içərisində belə bir əlavənin edilməsi şəxsən rəhbərlikdən müzakirə olunmamışdır. Bundan belə çıxır ki, yəni biz bugün Azərbaycan Xalq Parlamentini buraxırıq və 2 ay ərzində yeni seçkilər keçiririk. Halbuki bugün Azərbaycan Xalq Parlamenti hələ formalaşmayıbdır. Teymur bəy əsasən ona istinad edir ki, biz nizamnamədə göstərmişik ki, Xalq Parlamentinin səlahiyyəti 1 ildir. Lakin Teymur bəy nəzərə almır ki, hələlik biz bu 1 il ərzində Xalq Parlamentini formalaşdırmamışıq. Bugün bayaq hesabladıq, 99 millət vəkili var. Demək, 61 millət vəkilimiz hələ çatışmır. Biz əlavə seçkilər keçirməklə bu yerləri doldurmalıyıq. Nə vaxt ki, gəlib çatarıq 159 nəfərə, parlamentimiz tam formalaşar, onda yeni seçkilər keçirərik. Ona görə də mən təklif edirəm ki, bu bənd, yəni ikinci, nizamnamənin 5.2-ci maddəsinə əlavə edilmiş bu dəyişikliklər, şəxsən mən nə səsə qoyulmasını, nə də qəbul edilməsini, yəqin ki, millət vəkilləri bunu müzakirə edəcəklər, onun yerinə mən təklif edirəm, indi oxuyuram, yəqin ki, sarşıdan mən əlavələr edəməyəm. Nizamnamənin 5.12-ci maddəsinə, 5.12-ci, burada 5.2-cidir, hansı ki 5.12-ci maddəsi, yəni burada yoxdur əlavə. Onu mən təklif edirəm ki, nizamnamənin əgər mümkündürsə millət vəkilləri baxarlar, heç ona baxmaq da o qədər vacib deyil, əlavə bir təklifdir. Nizamnamənin 5.12-ci maddəsi aşağıdakı redaksiyada verilsin, qəbul edilsin. Azərbaycan Xalq Parlamentinə növbəti çağırış, söhbət dostlar, hörmətli millət vəkilləri, söhbət nədən gedir? Bizdə 2 cür bugünkü gün seçkilər keçirilir. Bir, boş qalmış yerlərə ildə 3 dəfə əlavə seçkilər keçiririk və biz bu il ikisini keçirmişik, hələ biri də qalır. Və bir də ümumi o yeni seçkilər deyilir ki, bir ildən bir keçirilməlidir, yeni seçkilər. Yəni parlament buraxılır, ən azından dekabr ayında seçilən parlament buraxılır və yeni seçkilər keçirilir. Bunu hətta ikinci çağırış adlandırırıq, ikinci çağırış. Ona görə də mən təklif edirəm ki, Azərbaycan Xalq Parlamentinə növbəti çağırış üzrə əsas seçkilər, bax dediyimiz o əsas seçkilər, parlament yalnız tam, yəni 159 millət vəkilinin iştirakı ilə formalaşdıqdan bir il sonra keçirilsin. Yəni əslində qalanda burada heç bir indi Teymur bəy argumentlər gətirəcək ki, bu məntiqi bizim öz hüquqlarımızı mənimsəməyimizdir.
bizə baxanlar nə deyəcəkdir? Mən bunlara yenə cavab verməyəcəm. Mən buraxıram millət vəkillərinin müzakirəsinə. Yəni söhbət nədən gedir? O birinci seçkidə seçilmiş 70, Teymur bəy daha dəqiq bilir, neçə nəfər seçilmişdi. Həmən şəxslərin səlahiyyət müddətinin bitməsindən və növbəti 2 ay ərzində yeni seçkilər keçirilməsindən. İndi düşünün, biz bu 2 ay ərzində həqiqətən də keçən ilin dekabr ayında keçirdiyimiz seçkilər kimi seçkilər keçirib bu parlamenti yenidən ən azından 99 parlament üzvünə formulaşmasına gətirib çıxara biləcəkmi? Əgər bu mümkün olsaydı. İkinci təkrarla deyirəm və bundan qutarıram. Biz hələlik parlamenti 159 nəfər parlament üzvü səviyyəsinə gətirib çıxarmamışıqsa, indi nəyə görə 80 nəfərin mandatına, səlahiyyətinə xitam verməliyik? Belə bəzində argumentlər gətirirlər ki, güya təzədən seçilməkdən qorxuruq, bəziləri vəzifələrini itirməkdən qorxur bu seçkilərə getməklə. Mələ gəlir ki, bu qədər bu məsələlər, bu argumentlər gətirmək ümumiyyətlə qeyri-ciddidir. Mən fikirləşirəm ki, millət vəkillərinə mən təkrar bir nisbə dedim, məsələnin nə yerdə olduğunu başa düşməyən qalmadı. Çox sağ olun, minnətdaram. Təşəkkürlər Namizəd bəy. Söz verilir Abid Qafarova. Abid bəy, buyurun. Təşəkkür edirəm. Hörmətli sədr, əlbəttə müxtəlif fikirlər səslənir və səslənəcək də sevindirici haldır ki, bu debatların nəticəsində nəticə olaraq demokratik səs vermə yolu ilə bir qərar qəbul olunacaq. Amma mən gəlmək istəyərdim, burada texniki məsələyə istəyərdim bir işarə edeyim. Əlbəttə, biz keçən il oktyabr ayının 18-i təsis elədiyimiz Xalq Parlamentinin seçkilərini dekabr ayının son həftəsində təyin elədik. Amma bir fərq var və iştirakçılıq da çox gözəl oldu, həm namizədlər baxımından, həm də ki, Azərbaycan xalqının, vətəndaşlarının seçkidə iştirakı baxımından. Amma indi biz, üzr istəyirəm, həmin dövrdə biz sentyabr ayının əvvəlindən artıq başlamışdıq Xalq Parlamenti haqqında danışmağa ki, namizədlər olacaq, səs vermə olacaq və biz ictimai şuuru bu prosesə hazırlamışdıq. Amma növbəti çağırış üçün, əgər biz seçkilər üçün cəmi 2 ay vaxt təyin edəcəksə, bu həqiqətən də biraz çox çətin bir iş olar. Mən düşünürəm ki, hələ sırf texniki tərəfdən deyirəm, amma nə vaxt keçiriləcək seçkilər, nə vaxt qərar qəbul olacaq, onların heç bir nəzərə almadan düşünürəm ki, ən azı 3 ay vaxt tanımaq lazımdır. Həm Azərbaycan Xalq Parlamentinin özünə, həm seçki komissiyasına, həm namizədlərə, həm də kifayət qədər vaxt olsun təbliğat üçün. Düşünürəm ki, təbliğat qrupasının Xuraman xanım bu barədə də öz fikrini bildirər ki, kifayət qədər zaman tanınsın. 3 ay olsa daha məqsəd uyğun olar. Təşəkkür edirəm, hörmətli sədr. Çox sağ olun Abid bəy. Söz verilir Xuraman Qafarovaya, hazırlaşsın Bilal Şirinov. Xuraman xanım, buyurun. Mənim vaxtımdır, Xatra xanım. Mənim deyil. Və üzrlü sayın, sizin adınız Aba Media. Elə ona görə bəzən oldu. Çox təşəkkür edirəm, dəyərli başkan. Var olun, sağ olun. Dəyərli Namizəd bəylə təşəkkür edirəm, geniş cavab verdiyi üçün. Dostlar, mən heç yerdə, heç bir zaman deməmişəm ki, bizim parlamentin səlahiyyəti bir ildir. Parlamentin səlahiyyəti bir ildir, parlamentin səlahiyyəti ömürlükdür və bəlkə də elə bu parlament indən buradan durub nə vaxtsa Azərbaycanda bu iqtidar çıxıb gedəndən sonra edib oturacaq parlament. Ona görə parlamentin müddəti yoxdur. Amma bəzi millət vəkillərinin müddəti var, səlahiyyət müddəti var, mandat müddəti var. O da bizə nizamnaməmiz 1 il veribdir bu müddəti. Və biz indi nizamnamədə dəyişiklik eləyək, deyək ki, bunu biz 159 nəfər millət vəkili olana qədər davam elətdirməli. Bu ola bilər indən sonra 40-50 il sürsün. Çünki 159 olandan sonra birdən bir istifa versə 158 ol, yəni gərək təzədən seçkilərə gedəkləməklə. Ona görə o məntiqi mən qəbul eləmirəm. Düşünürəm ki, bizim səlahiyyətimizin bitməsinə, yəni ilk dəfə seçilmiş millət vəkillərinin səlahiyyətlərinin bitməsinə 2 ay qalıb, ona görə biz 2 ay müddəti əsas gətirərək artıq bu gündən seçkilərə hazırlaşmalı və gələn ayın birindən artıq seçkilərə start verməliyik. Başqa bir məsələ, biz hazırıq, bu təbliğata hazır deyirik. Bəli, biz keçən dəfə sentyabr ayında başladıq. Keçən il sentyabr ayında yadımızdadırsa, onda Milli Məclis saxtakarlığa yol verdi, saxtakar seçildi, saxtakarlığın seçildi və biz də
o dövrdə qərar gəldi ki, əgər Milli Məclis saxtakarlığa yol verirsə, biz də parlament yaradaq və parlamentdə millət vəkili necə seçilməsi institutunu qoyaq ortaya. Və bunu biz elədik, çox böyük də uğur əldə olundu. İndi çətinliyimiz ola bilərmi? Çətinliyimiz ola bilər. Amma Azərfreedom kanalından, Abamedia kanalından, Müqavimət TV-dən biz bunun geniş təbliğatını aparsaq seçkilə dövründə xüsusilə parlamentin tanınmış şəxslər, tanınmış simaları üzə çıxsa və hər biri təbliğat aparsa, mən hesab verirəm ki, yenə həmin nəticəni əldə edə biləcəyik. Ola bilər həmin nəticə əldə olunmasın. Amma biz hər halda biz öz mandatımızın müddətini uzada bilmərik. Bunun mandatımızın müddəti uzadılması elə İlham Əliyevin öz necə deyərlər, mandatının, yəni prezidentlik statusunun uzadılması kimi bir şeydir. Konstitusiyanın öz Xuraman xanım da bayaq qeyd elədi, öz ailəsinin boyuna biçibdir və biz də bunu öz boyumuza biçmiş kimi oluruq. Mən hesab edirəm ki, biz indən sonraki 3 illik parlamentimiz 3 illik seçilməlidir, birinci seçkidə və bundan sonra seçilimlərin hər biri 3 illiyə seçilməlidir. Biz bu təklif edədiyimiz rəisət heyətində və bizim də təklif edədiyimiz zamanların 5-2 maddəsi aşağıdakı cümlə əlavə edilsin. Azərbaycan Xalq Parlamenti növbəti çağırışı və seçkilər millət vəkillərinin səlahiyyət etməsinə ən azı 2 ay qalmış Azərbaycan Xalq Parlamenti qərarı elan edilir. Kəlməsi ora salınmalıdır ki, biz artıq indidən start verək gedək. Seçki komissiyasından mən söhbət eləmişəm. Seçki komissiyası buna tam hazırdır. Digər millət vəkillərindən mən danışmışam. Dünənlər bizim toplantımız da oldu. Orada danışdıq. Hər biri də bu məsələdən bu cür olmasının tərəfdarıdır və Namizəd bəy də o toplantıda xoşbəxtdən iştirak edirdi və özü də gördü ki, millət vəkilləri orada bu məsələni dəstəklədi. Mən deyəcəklərim bu qədər. Təşəkkür edirəm. Sağ olun. Bu formada desək ki, internet üzərindən işə çıxmışam. Çox təəssüf olsun ki, bizim deputatlarımızın bircə nəfərindən başqa heç kimi maraqlanmadı. Sağ olsunlar. Təşəkkür edirəm və bildirirəm ki, günü büyümdən mən hər bütün imkanın daxilində bütün iclaslarda iştirak edəcəm.